kiçik də olsa bir nümunə var, Qarabağ nümunəsi. Bu uğur düsturunu biz niyə milliyə tətbiq edə bilmirik? Eləyə bilməyəcəyik. Çünki bizim 10 nəfər Qurban Qurbanovumuz yoxdur. Bizim 10 nəfər Qarabağ klubunun rəhbərliyi yoxdur. Yoxdur da, var, yoxdur. 10 nəfər kadimiz yoxdur. Hələ kadrləri bir qoy kənara, mən ümumiyyətlə Azərbaycanın legioner futbolçularına yaxşı yanaşmıram. Mildə İstər millidə, istər klublarda. Mənim üçün legioner futbolçu Azərbaycan futbolunun onsuz da bərbad vəziyyətini biraz da girdaba yuvarlandırır. o birisincə sərmayə yoxdur. Hardansa gətirirlər ki, bax biz işləyirik. Və Bəzən nəticə qazandırırlar. Qarabağ qazanır, okey, mən sənə razıyam. Vaxtı ki, Neftçidə də nəticə olmuşdu. Yaxşı, çox çətinliklə də olsa razılaşıram. Və indi Neftçi hardadır? Xəbərin var? Haysa o mənim də xəbərim yoxdur. Ən azından bilirik ki, olmamalı olduğu bir yerdədir. Səbəb? Çünki orada ikinci Qurban Qurbanov yoxdur. Orada ikinci Qarabağ rəhbərliyi kimi rəhbərliyi yoxdur. Orada hər kəs öz işinin konkret öz işi ilə məşğul olmur. Hələ öz işi ilə məşğul olsa Qarabağın nəticələrini Neftçi də təkrarlaya bilər.